Salam əziz dəyərli izləyicilər. Bugün sizə əkizlər bürcünü təqdim edirəm əzizlərim. Bax. Əziz əkizlər. Bu həftə sizlər üçün böyük bir dəyişikliklərin, sürprizlərin, daxili aydınlanmanın vaxtıdır. Kainatın təsiri sizi daha da çevik, daha da cəsarətli, daha da yaradıcı olmağınıza yönəldəcək. Hiss edəcəksiniz ki, uzun zamandır həllini tapa bilmədiyiniz məsələlər indi yoluna düşməyə başlayacaq. Bəzi mövzular sürətlə irəliləyəcək, bəzi işlər isə gözlədiyinizdən daha da gecikə bilər, amma hər şeyin arxasında bir plan var əzizim. Bu plan budur ki, əzizim, səbr et. Amma fürsətləri əldən vermə. İctimai həyatınızda diqqət mərkəzində ola bilərsiniz. İnsanlar sizin enerjinizi, sözlərinizi daha da çox dinləməyə başlayacaq. Əgər özünüzə güvənirsinizsə, hərəkət etsəniz, güvənərək bu həftə həyatınızda yeni bir mərhələyə başlaya bilərsiniz. Keçmişdə buraxdığınız bəzi səhvlər üzündən indi düzəlmək üçün yaxşı bir həftə ola biləcək. Bu həftə həm sizdən duyğu, həm də ağıl arasında bir balans tapmağınız tələb olunacaq əzizim. Biraz siz əkizlər güvən hisslərinizi qazanmaq istəyirsiniz. Güvəni, hisslərinizi qazanmaq istəyirsiniz. Heç kimə inamınız qalmır, belə bir şübhələr içindəsiniz. Amma siz əkizlər yıxıldığınız yerdən, yara aldığınız yerdən yenidən həyata başlaya bilirsiniz. Biraz sizdə, əzizlərim, güvən problemləri var. Bəzi insanlara yaxşılıq edər, pislik görərsiniz. Oturduğun yerdən bir problem çıxa bilər bu həftə. Biraz ona diqqət et. Ürəyin çox təmizdir. Çətin günündə yanında olanları unutmursan. Biraz streslidir, anidən belə bilirsən, əsəb gəlir sənə, stres içində olursan, qəlbin qırılmış, qırıqlığın var. Bəzən uşaq kimi olursan, xəyanətə nifrət edirsən, dostlarla əlaqəli məsələlər aranız, bəziləriniz rəfiqənlə, bəziləriniz dostlarla aranız pozula bilər bu həftə əzizim. Biraz ayıq, diqqətli ol. Bəziləriniz çox güclü, qüvvətli, liderlik özəllikləri olan siz özünüzdə elə bir dostlar əldə edə biləcəksiniz ki, gözəl insanlarla, önəmli, başarılı insanlarla bəzi işləriniz irəliyə doğru gedəcək. Başarılı insanlarla tanışlıqlarınız da ola bilər, fayda görə bilərsiniz. İstədiyin şeyləri həyata keçirəcəksən, diləyin gerçəkləşə biləcək əzizim. Bərəkətin, ruzun arta bilər, amma sağlığına bax. Bəzən də, həqiqəti görmək üçün bəzən elə bir çətinliklər çəkirsiniz, bəziləriniz. İş həyatınızda bax, çoxlu hərəkətlilik, yeni imkanlar sizi gözləyir. Əgər uzun zamandır, uzun müddətdir çətinliklər yaşamısınızsa, indi yeni qapılar açılacaq sizə. Bu həftə həmkarlarınızla ünsiyyət çox vacib ola biləcək. Öz sözlərinizlə başqalarına təsir etmək gücünüz artacaq. Yaradıcı işlərlə məşğul ola bilərsiniz, ideyalarınıza diqqət çəkəcəksiniz, yeni layihələrə başlamaq şansı əldə edəcəksiniz. Rəhbərliklə münasibətlərdə diqqətli olun bu həftə. Öz fikrinizi açıq deyin, amma sərt davranışdan qaçın. İş olmayan, iş axtaran əkizlərsə bu həftə çox şanslı ola bilər.